Əziz şagirdlər, Üzeyir Paşa kanalında hər birinizi xoş gördük. Bugün 6-cı sinif riyaziyyat kitabının 2-ci hissəsindən səhifə 53, 54, 55 və 56-da olan üçbucağın medianı, tənböləni və hündürlüyü dərsinin həm izahını, həm də tapşırıqların həllinə bir yerdə baxacaq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Dərslərimizə yazılmaq istəsəniz aşağıdakı qrupa, WhatsApp qrupuna qoşula bilərsiniz. Üçbucağın medianı, üçbucağın təpəsini qarşı tərəfin orta nöqtəsi ilə birləşdirən parça üçbucağın verilmiş təpəsindən çəkilən median adlanır. Deməli, median uşaqlar bir təpədən digər tərəfin düz ortasına çəkilir. Orta o deməkdir ki, buradan bura neçədirsə, buradan burada həmin qiymət olacaq. Məsəl üçün, əgər buranı A qiymətləndirsə, burada A-dır. Və yaxud tutalım bu təpədən AC-nin düz ortasına bir dənə median çəkmişik AN. Məsələn, bura əgər 5 cm-dirsə, burada 5 cm-dir. Və yaxud C təpəsindən AB-yə yenə ortasına çəkmişik. Əgər bu mediandırsa, bu hissə ilə bu hissə bir-birinə bərabər olacaq. Məsələn, əgər bura 7-dirsə, burada 7 olacaq. Yəni, median bir tərəfin 2 bərabər hissəyə ayırır və yaxud da ortasına çəkilir. Üçbucağın 3 dənə medianı var. Deməli, 3 dənə təpədən hərəsindən bir median çıxır və bunlar bu nöqtədə, C nöqtəsində kəsişirlər. Bu nöqtəyə ağırlıq mərkəzi deyilir. Üçbucaq ABC deyəndə üçbucağın qarşısından, məsəl üçün, bu işarə çəkilir, yəni üçbucaq işarəsi çəkilir. Bu da üçbucaq ABC-də söhbət gedir. Məsəl üçün, belə çəkiləndə ABC söhbət B bucağından gedir. ABC bucağından. Amma üçbucaq ABC deyənə, yəni ABC üçbucağından söhbət gedir. Median haqqında fikirlərimiz bu qədər idi. İndi tapşırıq birindən gəlin davam edək. Verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən edin. Məsələn, burada deyir ki, nümunədə KP parçası KM-in üçbucağının medianıdır. Xeyr, bu yanlışdır. Niyə yanlışdır? Əgər KP mediandırsa, buradan bura 4-dürsə, buradan da bura 4 olmalıydı. Və yaxud buradan bura 3-dürsə, buradan burada 3 olmalıydı. Amma burada fərqli ölçülərdir. Birində 4-dür, birində 3-dür. Olmaz. Deməli, bunun medianı deyil. Səhifə 54-də A variantına baxaq. A variantında deyir ki, AM parçası ABC üçbucağın medianıdır. Bəli, bu doğrudur. Çünki buradan bura 5-dirsə, buradan da bura 5-dir. Deməli, bu AM düz ortaya çəkilib. Bu doğrudur. Doğru. B variantına baxaq. KP parçası MK'nin üçbucağının medianıdır. Xeyr, bu yanlışdır. Niyə yanlışdır? Çünki buradan bura əgər 6-dırsa, buradan da bura 6 olmalıydı. Amma burada 4 verilib. Deməli, bu yanlışdır. Median 2 bərabər hissəyə ayrılmalıdır. C variantına baxaq. ST parçası bu parça, yəni PRS üçbucağının medianıdır. Bəli. Çünki bu ST parçası bunu 2 bərabər hissəyə ayırıb. Buradan bura 3-dürsə, buradan da bura 3-dür. Bu doğrudur. Baxaq ikinci tapşırığa. Üçbucağın medianları çəkilib. Uyğun parçaların uzunluğunu tapın və perimetri hesablayın. Deməli, AM əgər median olduğuna görə, buradan bura əgər 4-dürsə, onda MC də 4 olacaq. Və deməli, MC olacaq 4. BC-nin uzunluğu buradan istəyir. BC buradan buradır. 4 olacaq 8 cm. Perimetr ABC-ni də tapmaq üçün bu 3 dənə ölçünü toplamalıyıq. Yəni, 7 üstəgəl 6 üstəgəlsin 8. Bu da bizə verəcək 21 cm. Deməli, perimetrimiz oldu 21 cm. Keçək B variantına. B variantında AD-ni birinci istəyir. AD. Bura. Deməli, BD əgər mediandırsa,
bu hissə 5-dirsə, onda bu hissə də 5 olmalıdır. Yəni AD-nin ölçüsü 5-dir. AC-ni indi istəyir. AC, yəni buradan bura ümumi ölçü 5 olacaq 10 cm. Perimetr ABD-ni istəyir. Yəni bu üçbucağın perimetrini istəyir. Bu da ki 6, 5, bu 5-i toplayacaq. 6 üstə gəl 5, üstə gəl 5. Bu da bizə verəcək 16 cm ABD-nin perimetridir. Baxaq C variantına. Deməli, burada AM mediandır. SL də mediandır. MC-ni istəyir. AM mediandırsa, bu hissə 4-dürsə, onda bu hissə də 4 olacaq. MC də 4-dür. BC, buradan bura 4, buradan bura 4. Ümumi BC-nin ölçüsü olacaq 8. Perimetr ABC-ni istəyir. ABC-nin bu tərəfi var 8. Bu tərəf var 7. Yəni bu tərəfi tapmaq lazımdır. SL də median olduğuna görə bura 6-dırsa, onda burada 6-dır və ümumilikdə bura olacaq 12. Onda perimetr ABC-ni tapmaq istəyiriksə 12 üstə gəl bura 7 üstə gəl oturacaq 8. Bu da bizə verəcək 27 cm. Keçək 3-cü tapşırığa. AD parçası perimetri 26 cm olan ABC bərabər yanlı üçbucağın medianıdır. Deməli, AD mediandır, bu da bərabər yanlıdır. AB və AC tərəflərinin hər birinin uzunluğu 8 cm olarsa, deməli, AB və AC tərəflərinin bunlar 8 və 8 olarsa, BD parçasının uzunluğu neçə santimetr? Buranı istəyir bizdən. Yaxşı, biz bura əgər BD-yə x qoysaq, onda burada x olmuş olar. Çünki bu medianı idi axı, 2 bərabər hissəyə ayrılmalıdır. Perimetrimiz 26 olduğuna görə perimetri tapmaq üçün bütün tərəfləri toplamalıyıq. Yəni, x üstə gəl x, x üstə gəl x, yəni bu tərəf, üstə gəl 8, üstə gəlsin 8 bərabərdir 26. 2x üstə gəl 16 bərabərdir 26-ya, 2x bərabərdir 26-dan 16 çıxanda 10, x bərabərdir 5 olacaq. Bizdən də BD-nin ölçüsünü istəyirdi. BD-nin də ölçüsünü tapdıq ki, neçə imiş? 5 imiş. Bu qədər sadə. Baxaq 4-cü tapşırığa. YD parçası perimetri 21 cm olan YFK üçbucağın medianıdır. Median yəni bu hissə ilə bu hissə birbirine bərabər olacaq. YF tərəfi 7. FD tərəfi bundan 4 cm qısadır. Deməli, FD bərabərdir 7 çıxılsın 4. Olacaq 3 cm. Bura 3-dürsə, avtomatik burada 3 olacaq. İndi bizdən YK-nı istəyir. YK-ya qoyaq x. Perimetrim var da 21-dir. Bu tərəfləri toplayaq. 7 üstə gəl. Onda bu tərəfim oldu 3, 3, 6. Üstə gəl. YK da x bərabərdir 21. 13 üstə gəl x bərabərdir 21. X də bərabərdir 8 olacaq. Deməli, YK-nın ölçüsü olacaq 8 cm. Baxaq 5-ci tapşırığa. Beşinci tapşırıqda bizə deyir ki, düzbucaqlı üçbucaq çəkin. Xəttkeşlikdən istifadə etməklə üçbucağın düzbucaq təpəsindən bir dənə median çəkin və medianın hipotenuza nisbətini tapın. Uşaqlar, bunu siz dəqiq ölçüdə özü çəkəcəksiniz, amma sizə bir dənə qayda deyim ki, üçbucağın düzbucaq təpəsindən hipotenuza çəkilən median
hipotenuzun yarısına bərabərdir. Yəni, əgər bu mediana biz x desək, onda hipotenuz 2x olmalıdır. Və hansı ölçülərdə çəkirsinizsə çəkin, medianın hipotenuza nisbəti, yəni x-in 2x-ə nisbəti, hər tərəfi x-ə bölsək, 1-in 2 olacaq. Yəni, həmişə medianın hipotenuza nisbəti 1-in 2-yə olacaq. Bu bir xassədir və siz bunu öz dəftərinizə də çəkib yoxlaya bilərsiniz. Səhifə 55-dəki tapşırıqlarla gəlin davam edək. Səhifə 55. Öyrənmə üçbucağın tənbölənləri. Üçbucaqda bucaq tənböləninin bu bucağın təpəsini qarşı tərəflə birləşdirən parçası üçbucağın tənböləni adlanır. Uşaqlar, yəni qısa sözlə desək, tənbölən bucağın təpəsindən ki çıxsa, həmin o çıxdığı bucağı 2 bərabər hissəyə böləcək. Tutalım ki, mən belə bir üçbucaq çəkmişəm. Bura A-dır, bura B-dir, bura C-dir. A bucağının dərəcə ölçüsü tutalım ki, olsun 60 dərəcə. A bucağı 60 dərəcədirsə əgər, mən buradan bir dənə tənbölən çıxartsam, bura olacaq 30 dərəcə, aşağısı da olacaq 30 dərəcə. Yəni, tənbölən bucağı bölür. Tənbölən çıxdığı bucağı 2 bərabər hissəyə böləcək. Median tərəfi bölür, tənbölən isə bucağı. Bunun da 3 dənə tənböləni var. İxtiyari üçbucağın 3 tənböləni var, onlar bir nöqtədə kəsişirlər. Median kimi bunlarda da 3 dənə təpədən 3 dənə tənbölən çıxır və onlar da bir dənə nöqtədə kəsişirlər. Deməli, yadda saxlayacaq ki, tənbölən bucağı yarıya bölür. 6-cı tapşırıqda davam edək. Verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən edin. BO parçası ABC bucağın tənbölənidir. Bəli, doğrudur. Çünki BO bucağı çəkilib, bu tərəfdə 45-dir, bu tərəfdə 45-dir. Yəni, bu bucaqda 45-dir, bu bucaqda 45-dir. Yəni, eyni bucaqlar ayırıb və bu doğrudur. Baxaq A variantına. A variantında deyir ki, A-ın parçası ABC üçbucağın tənbölənidir. Bəli, doğrudur. Çünki buradan çəkildiyi parça sol tərəfdə və sağ tərəfdəki bucaqları eyni dərəcə ölçüsünə ayırıb. Yəni 20 dərəcə və 20 dərəcəyə ayırıb. Doğrudur. B variantına baxaq. RT parçası PRS üçbucağın tənbölənidir. Bəli, biz görürük ki, buradakı bucaq 90 dərəcədir və buradan çıxan parça, yəni tənbölən 90-ın yarısı, yəni 90-ı 2-yə böləndə 45 edir də. Deməli, bu hissədə 45 olduğuna görə, bəli, doğrudur. Onda bu hissədə 45 olacaq və toplayana 90 dərəcə verəcək. Deməli, bu fikir doğrudur. C variantına baxaq. KP parçası MK-ın üçbucağının tənbölənidir. KP parçasına baxırıq. KP parçasında sol tərəfdəki bucaq neçədir? 47. Bəs yaxşı, sağ tərəfdəki bucaq neçədir? 23 ilə 22-ni toplayaq. Bu da bizə verəcək neçə? 45 dərəcə. Bura 45 dərəcə oldu. Bax, KP-dən, KP xəttindən yuxarısında 47 dərəcədir. Aşağısı 45 dərəcədir. Bu ola bilməz axı, gərək ikisi də eyni olsun. Deməli, bu doğru deyil. Doğru deyil. 7-ci tapşırıqda bizə deyir ki, dəftərinizdə körbucaqlı üçbucaq çəkin, transporterin istifadə etməklə bu üçbucağın tənbölənlərini çəkin və kəsişmə nöqtəsini adlandırın. Bir də öz-üzdən körbucaqlı üçbucaq çəkəcəksiniz. Tutalım ki, bunun tənböləni olacaq bura. Bunun tənböləni bu, bunun da tənböləni olacaq bu. Bu tənbölənlərin kəsişmə nöqtəsini bir o ilə işarələsəz,
Bunu da A, B, C üçbucağı kimi qeyd edə bilərsiniz. Öyrənmə. Üçbucağın hündürlükləri. Üçbucağın təpəsindən qarşı tərəfə yaxud bu tərəfin uzantısına çəkilmiş perpendikulyar üçbucağın verilmiş təpəsindən çəkildiyi hündürlük adlanır. Uşaqlar, üçbucağın təpəsindən çıxır və BC tərəfinə perpendikulyar olur. Yəni, ən qısa məsafə 90 dərəcə. Yəni, bu çəkilən xətt qarşı tərəflə 90 dərəcə bucaq əmələ gətirdisə, deməli, bu xəttin adı hündürlükdür. Perpendikulyar sözü, yəni 90 dərəcə bucaq altında kəsişməlidir. Burada görürük ki, B bucağından AC-yə hündürlük çəkilib. Hündürlük də nədir? 90 dərəcə. Belə çəkilib. 3 dənə hündürlük var, 3 dənə tərəf var. Sizə bir dənə deyim ki, bəzi daha doğrusu körbucaqlı üçbucaqlar var ki, onların hündürlükləri çöldə olur. Yəni, məsələn, buradan bura 90 dərəcə çəkmək olmur deyə götürürük bu xəttin uzantısına bir dənə hündürlük çəkirik. Buna hündürlük deyiləcək. Səhifə 56 ilə davam edək. Görürsünüz, burada özündə qaydalar verib. Deyir ki, körbucaqlı üçbucaqda iti bucaq təpələrindən çəkilən hündürlüklər qarşı tərəfin uzantısına çəkilən perpendikulyardır. Bu körbucaqlı üçbucaq olduğuna görə buradan bunu içərdən çəkmək olmur. Ona görə DF tərəfinin uzantısına bir dənə buradan hündürlük çəkilməlidir. Yəni, bu çöldə də ola bilər də hündürlük. Bunu da yəni yadda saxlayın. İxtiyari üçbucağın 3 hündürlüyü var. Üçbucağın hündürlükləri və ya onların uzantıları bir nöqtədə kəsişir. 3 dənə deməli hündürlükdür və bunlar da bir nöqtədə kəsişirlər. Düzbucaqlı üçbucaqda hündürlüklərin ikisinin onun katetləri ilə üst-üstə düşdüyünü necə izah etmək olar? Biz görürük ki, düzbucaqlı üçbucaqda məsələn, bu tərəfdən bu A, B, C deyək buna. A-dan B-C-yə hündürlük çəkmək istəyirəmsə, bu onsuz da 90 dərəcədə. Bu nəyin çəkim? Bu AB ilə hündürlükdür də. Bu elə katet özü hündürlükdür də. Və yaxud da C təpəsindən AB-yə hündürlük çəkmək istəyirəm. Hündürlük nədir? 90 dərəcə deyil. AB-yə çəkilmiş bu da bu xətt. Yəni BC-nin özü elə hündürlükdür də. Deməli, bunun özü də hündürlük sayılacaq bu katet. Bu düzbucaqlar yalnız düzbucaqlı üçbucaqda baş verə bilər bu hadisə. Səkkizinci tapşırıqda bizə deyir ki, hansı halda ABC üçbucağın hündürlüyü düzgün göstərilib. Bu doğrudur, plus qoyacam. Çünki A-dan BC-yə çəkilib və bu 90 dərəcədir. Bu yanlışdır. Çünki çəkilsəydi burada 90 dərəcə olardı. Bu körbucaqlıdır. Bunun hündürlüyü gərək çöldə olaydı. Bu yanlışdır. Bu doğrudur. Çünki görürsünüz körbucaqlıdır. Hündürlüyü bu tərəfin uzantısına çəkilib çöldədir. 90 dərəcədir. Doğrudur. Bu yanlışdır. Çünki hündürlük gəlib bucağın təpəsindən buradan çıxmalıdır. Burada isə tərəfin ortasından belə şey ola bilməz. Bu yanlışdır. Bu da yanlışdır. Əgər biz AC-yə hündürlük və yaxud da AB-yə hündürlük çəkmək istəyirsə, biz gərək tutalım ki, C-dən çəkək. Özdə bu düzbucaqlı üçbucağa oxşayır deyə bunun özü hündürlükdür bura. Yəni, belə hündürlük çəkilməz. Hündürlük çəkmək istəyirsə, təpədən çəkməliyik. Mediandır, hündürlükdür, tənböləndir, təpədən çəkilməlidir, ortadan çəkilməz. Bu yanlışdır. 9-cu tapşırıq. Fikirlərin doğru və ya yanlış olduğunu nümunələrlə əsaslandırın. Görək, Elxan balamız nə deyir burada? Bütün üçbucaqların medianlarının kəsişmə nöqtəsi onun daxilində yerləşir. Bəli, median tərəfin ortasına çəkildiyinə görə, yəni ki, bu median tərəfi 2 yerə böldüyünə görə, biz ona görə məcburən bu
üçbucağın daxilində yerləşməlidir və bunlar da kəsişmə nöqtəsi də daxildə olur. Elxan doğru deyir. Elxan doğru. Bu Elxanın şəkli idi. Samir nə deyir? Bütün üçbucaqların tənbölənlərin kəsişmə nöqtəsi onun daxilində yerləşir. Bəli, bu da doğrudur. Niyə doğrudur? Çünki tənbölən bucağı yarıya böldüyünə görə, bucağı yarıya bölürsə, deməli bu içində çəkilməlidir. Üçü də bu daxili bucaqlar olduğuna görə bu xəttlər də, tənbölənlər də daxildən, yəni üçbucağın içində olmalıdır və kəsişmə nöqtələri də içəridə olacaq. Bu da doğrudur. Görə Aynur qızımız nə deyir? Bütün üçbucağın hündürlükləri kəsişmə nöqtəsi onun daxilinə yerləşir. Xeyr, bu yanlışdır. Bu bütün üçbucaqlarda ola bilməz. Bu yanlışdır. Niyə yanlışdır? Çünki biz məsələn görürük ki, çorbucaqlı üçbucaqlar var idi. Bundan əvvəlki tapşırıqlarda işləyirdik. Bunların hündürlükləri bu tərəfin uzantısında, yəni xaricdə olurdu. Yəni bu xaricdə olursa, bu hündürlük necə daxildə yerləşə bilər hamısında? Ola bilməz. Yəni bütün üçbucaqlarda bu baş verə bilməz. Bu yanlış fikirdir. Amma tənböləndir, mediandır, bütün üçbucaqlarda bu daxildə yerləşir. 10-cu tapşırıqla gəlin davam edək. 10-cu tapşırıqda bizə deyir ki, şəkildə ABC üçbucağın hündürlüyü, medianı və tənböləni təsvir edilib, onları müəyyən edin. İndi biz diqqətlə baxsaq, gəlin birinci mediandan başlayaq. Çünki median tərəfin ortasına çəkilir. Məsələn üçün AK-ya baxsaq, AK görürük ki, bu hissə ilə bu hissə bərabər deyirlər. Deməli, AK median deyil. AM-ə baxsaq, AM-də də bu hissə ilə bu hissə MC daha uzundur deyə, bu da mediana oxşamır. Amma NC-yə baxsaq, NC xəttinə, yəni bu xəttə diqqətlə baxsaq, görürük ki, bu hissə ilə bu hissə bərabərə oxşuyur. Eyni hissələrə oxşuyur. Ona görə NC-ni biz median gəlin götürək. Median götürək. NC getdi. İndi qaldı bizdə BM ilə AK. Uşaqlar, AK nəyə oxşamır? Silək ki, rahat görünsün. NC median. Uşaqlar, AK tənbölənə oxşamır. Çünki tənbölən olsa, bu hissə ilə bu bucaq bir-birinə bərabər olmalıdır. Burada heç bir bərabərlikdən söhbət belə gedə bilməz. Artıq burada AK median da deyil, tənbölən də deyilsə, artıq burada AK hündürlükdür deməli. AK hündürlük. Qaldı burada bir dənə BM. BM-dəki görürük ki, əslində buna tənbölən düşür, amma belə də baxanda gözə yarı, əslində bu şərtə görədir. Biz bunu heç vaxt seçə bilməliyik, ölçməmiş. Bu hissə ilə bu hissəni də bərabər götürsək bucaqları, BM-i də gərək tənbölən götürək. Tənbölən götürək. Və 10-cu tapşırıqda hələ bir ki, həll elədik. Baxaq indi 11-ci tapşırıqa. Şəkildə ABC üçbucağının AC tərəfi AB və BC tərəflərinin cəmindən 20% qısadır. Deməli, AC tərəfi bu ikisinin cəmindən 20% qısadır. Gəlin belə deyək. Birinci bu cümləni düzəldək, ondan sonra. 18 ilə 12-ni toplayıram. Bu edir 30. 20% qısadırsa, deməli 100%-dən biz 20%-i çıxırıq. Edir 80%. Deməli, 30-un 80%-ni tapırıq. 30 vurulsun 80, bölünsün 100. 0 ilə bu 0, bu 0 ilə bu 0 gedir. Bu edir 24. Deməli, AC-nin ölçüsü 24-dür. Deyir ki, CB və CD bir-birinə bərabərdir. Deməli, bura 12-dirsə, avtomatik burada 12-dir. BD parçası
ABC üçbucağının medianıdırmı? Fikrinizi əsaslandırın. Uşaqlar, heç bunu deməmişdən biz AC-nin 24 olduğunu tapdıq. Bizə də deyir ki, bura 12-dirsə, deməli burada 12-dir. Şərtdə özü verir. Və bu nöqtə iki hissəyə ayrılır bu 24. Bir hissəsi 12-dirsə, avtomatik bu hissəsi də 12-dir. Çünki bunları toplayanda 24 versin. Və biz buradan görürük ki, B-də də ortada bunları kəsib 12-12 hissələrə ayırıbsa, deməli, bəli. Deməli, BD mediandır. Bu qədər sadə. Baxaq 12-ci tapşırığa. ABC üçbucağında BK hündürlüyü çəkilmişdir. Bu hündürlüyü görürük biz. K nöqtəsi AC tərəfini AK bölünsün KC 1-in 2-yə nisbətində bölür. Deməli, buranı 1x götürsək, KC də 2x olmalıdır. AC-nin ümumi ölçüsünü bizə verib 9. Biz AC-nin neçə x-dən ibarət olduğunu görürük? 3x-dan. Deməli, 3x-imiz bizim 9-dur, x də bərabərdə 3 olacaq. Və biz tapdıq ki, bura 3 imiş, burada 6 imiş. İndi bizə deyir ki, ABK 12 santimetrdir perimetri. Perimetr ABK 12 santimetrdir. ABK bu üçbucaq, bu üçbucaq, bu üçbucaq. Yəni bu bucaqları deməli ABK-nın bu bucaqları da təpə nöqtələridir. İndi biz bu tərəfləri toplamalıyıq. BK-nın ölçüsünü bilmirəm. Yəni 5 üstə gəlsin 3, söhbət bu üçbucaqdan gedir. Üstə gəlsin BK bərabərdir 12-yə. 8 üstə gəlsin BK bərabərdir 12-yə, BK bərabərdir 4-ə. Deməli, buranın 4 olduğunu tapdıq. İndi bizə deyir ki, ABC üçbucağın sahəsi nə qədərdir? Üçbucağın sahəsini tapmaq istəyiriksə, ixtiyari üçbucaqda biz bilirdik ki, bura məsələn A tərəfi idi, burada H idisə, hündürlük idisə, sahə bərabərdir A vurulsun H bölünsün 2. Bu tərəfimiz var da, AC neçədir? 9-dur. Hündürlüyü də tapdıq 4. 9 vur 4 bölü 2. 2 ilə 4-ü aparırsaq 2 dəfə, 2-ni də 9-a vuranda 18 kvadrat santimetr edəcək. Deməli, bunun sahəsi oldu 18 kvadrat santimetr. Bununla da bu dərsin izahına baxdıq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Hər birinizə uğurlar.